Süjetimiz var, dəyərli tamaşaçılar. İşğaldan azad olunmuş ərazilərimizə köç davam edir, bilirsiniz. Artıq köçürülən insanlar var. Kəlbəcər də onlardan biridir ki, Kəlbəcərlilər doğma yurdlarına qovuşdular. Ən yaşlı sakin Xeyransa nənə. Biz onun haqda süjet vermişik, reportaj vermişik. Bizim əməkdaşımız Aqil Uluxanlının nənəsidir. Allah can sağlığı versin. Doğma Kəlbəcərinə qovuşdu. Ömrünün bu yaşında çox möhtəşəm hadisə dəqiqətən. Və Aqil yenidən Kəlbəcərə yollanıb, elə öz ailəsindən çox maraqlı bir reportaj hazırlayıb, həqiqətən izləməyə dəyər. Kəlbəcərdəyik. Bu dəfə Kəlbəcərə öz evimizə gəldik. Burada, bax bu binada atam, anam və nənəm yaşayır. Şükür ki, Kəlbəcərdə bizə qapı açırsan. Sağ ol, sağ ol. Bundan böyük mənim üçün hansı xoşbəxt gün ola bilər? Darıxmırsan? Mən burada darıxaram mı? Mən darıxmaq üçün gəlməmişəm, yaşamaq üçün gəlmişəm. Bu təbiətdə öz gəncliyimi axtarmağa gəlmişəm, uşaqlığımı axtarmağa gəlmişəm. Atarsan? Lap yaxşı, gör nə gözəl şəraitimiz var, nə yaxşı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, prezidentimizi də 100 il yaşatsın. Nənə, nətərsən? Xoş gəlmişsən. Harda oluramsa olum, gələndə evə birinci mütləq gedirəm, qapını döyürəm, asıram, nənə yatsa da belə, üzündən öpürəm və ondan sonra gedib yatıram. Darıxma mənə gəlirdi, boğulurdum, amma burada yox, gələnə yox. Havasını tanıdın, hava da səni tanıdı. Əlbəttə, əllərim orada keyirdi, indi keymir. Atamgilin yeni qonşulardır, amma bilmirəm ki, kimlərdir. Xoş gəlmişsiniz, bugün gəlirsiniz. Sağ olun, bəli. Bugün gəldik. Qonşusunuz atamgilinə? Bəli, qonşuyuq, çox şadıq. Neçə yaşınız var idi Kəlbəcərdən çıxanda? 24 yaşım. Əlimdən qonşuyuq Abdullayı. Uşaqlığımdan əlimə tanıyıram, gözəl insan, hörmətli, izzətli, rəhmətli atamla bir yerdə işləyiblər. Biz Kəlbəcərlilər öz yurdumuzdayıq, öz elimizdəyik, öz obamızdayıq. Valideynlərim indi öz doğmalarını Azad Kəlbəcərində ziyarətə gəlib. Mən təlib eləyərdim ki, burada bir qanun yaratsınlar. Layihə verilsin, eyni bir baş daşı, bir sinə daşı və üstə adı, familiyası yazılsın. Bir də ki, ölü yerlərində bu təmtərağı yığışdırsınlar və bu işlərin hamısını qaydaya qoyun. Gələcək nəsillər qoyun yaşaya bilsin. Daşa, ağaca yalandan pul verib üstündə ağlaşma şivən qoparmasınlar. Gözəl görüntülər, şərh vermək olmur bəzən. Elə şeylər, elə görüntülər, elə çıxışlar, elə hadisələr var ki, onu sadəcə izləyirsən və mütəəssir olursan. Bilmirsən, nəsə bir söz desən artıq olar, yəni o dərəcədə. Mən bu böyük qayıdışla bağlı ən çox, həmişə bu sözü deyirəm, dostlar arasında da, efirdə də demişəm bir neçə dəfə, yenə təkrarlamaq istəyirəm ki, vətən həsrəti ilə həyatını itirən insanlarımız oldu. Kaş onlar bugünü görəydilər. Düzdür, bu fiziki olaraq mümkün deyil. Kimisi gənc yaşda dünyasını dəyişir, kimisi xəstəlikdən, kimisi qəza nəticəsində. Yəni, hamı görə bilmir də bunu, amma ən çox onların niskili ürəyimi sızıldadır, həqiqətən. Kaş onlar uzun illər, onlar elə bildilər ki, yəni, bu baş vermədi, bu zəfər olmadı. Yəni, görmədilər onlar bu günləri. Ən çox onlara təsvir edirəm, kaş onlar da bu günü görəydilər. Mənə elə gəlir ki, düzdür, dünyada çoxdur belə hadisələr, dünyaya girmirəm. Azərbaycan tarixində baş verən ən böyük qayıdışdır, ən böyük revanşdır, ən böyük geri dönüşdür. Futbol dilində desək comebackdir. Yəni bu inanılmaz bir şeydir də. İllər sonra yəni insanlar ümidini üzmüşdülər. Hər kəs fikirləşirdi ki, getdi qaldı gələcək nəsillərə. Ən çox da cəmaət arasında belə bir
cümlə formalaşmışdı. Erməni bizə torpaq verəndir. Onlar da döyüşüblərdi, onlar da qan töküblər. Bizə havayı torpaq verəndilər. Bəli, havayı vermədilər. Döyüşdük, aldıq, qan tökdük, şəhidlərimiz oldu, qazilərimiz oldu. Bütün ölkə, bütün xalq səfərbər oldu. Amma bu torpaqlar qayıtdı, qaytardıq. Əzərək qaytardıq, keçdi içərdən qaytardıq. Yəni, çox böyük zəfər, çox böyük qələbədir həqiqətən. Və bu qayıdışı, bu gözəl görüntülərə görə Aqilə də, əməkdaşımıza da təşəkkür eləyirik. Aqil Uluxanlı, Allah var eləsin, Allah ailə üzvlərini qorusun, Aqil.